Masallı rayonunda 36 yaşlı kişi sevgi münasibətində olduğu qadına xəsarət yetirib. Hadisə ötən ilin sentyabrın 16-sında Masallı şəhəri Babək Bakı prospektində baş verib. 1990-cı il təvəllüdlü İntiqam həmin gün gecə saat 2 radələrində şəhərin Bakı prospektində piyadalar üçün nəzərdə tutulmuş hərəkət zolağında sevgi münasibətində olduğu Zəhra ilə piyada hərəkətdə olan zaman aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı onu döyüb müxtəlif dərəcəli xəsarətləri yetirib. İş üzrə izahat verən İntiqamın sözlərinə görə Zəhranı 2018-ci ildən tanıyır və həmin vaxtdan aralarında sevgi münasibətləri var. Zəhra Masallı rayonunun kəndində yerləşən kafeyə işə düzəltmişəm. O işdən gecə saatlarında çıxdığı üçün hər axşam gedib onu evinə aparmışam. Ötən ilin sentyabrın 15-də saat 23 radələrində həmin kafeyə getdim. Kafe sahibi Zəhranın müştərilərə qulluq etmədiyini, müştərilərlə əyləşib ispirtli içki qəbul etdiyini bildirdiyindən bununla bağlı kafenin mətbəxində ona irad bildirdim. Zəhra həmin vaxt sərxoş olduğu üçün aramızda sözlə mübahisə yarandı deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, sentyabrın 16-sında gecə saat 2 radələrində Zəhra ilə kafedən çıxıb yol kənarında piyada gediblər. Bu zaman Zəhra dəfələrlə məni və ailə üzvlərimi təhqir etdiyi üçün özümü saxlaya bilmədim. Sağ əlim ilə onun üzünün sol tərəfindən şillə ilə vurdum. Onu itələyərək yerə yıxdım. Zərbədən Zəhranın başı asfalt örtüyünə dəydi və əzilərək qanadı. Mən paltarımı çıxararaq Zəhranın başının qanını sildim. Əlimdə olan su ilə əl üzünü, başının qanını yudum. Daha sonra onu yaşadığı evə apardım. Sonra qızı da Zəhranı Masallı rayon mərkəzi xəstəxanasına apardı deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxs ilə barışdıqlarını, ona dəymiş ziyanı ödədiyini nəzərə alınmasını istəyib. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışdığı, ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət təqibinə xitam verilib, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Bundan başqa Göygöl rayonunda 25 yaşlı qadın azyaşlı övladına xəsarət yetirməkdə ittiham olunub. Hadisə ötən ilin martın 16-sında rayonun kəndlərindən birində baş verib. 2001-ci il təvəllüdlü Tahirə həmin gün səhər saat 7 radələrində yaşadığı fərdi yaşayış evinin yataq otağında 2023-cü il təvəllüdlü övladını yatıran zaman uşaq yatmadığı üçün əsəbləşib. O əsəblərinə hakim ola bilməyib, əl zərbələri ilə azyaşlının bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub, ona qəsdən xəsarətlər yetirib. Faktla bağlı Tahirənin barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Tahirə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, azyaşlı zərərçəkmiş şəxsin atası onları ataraq gedib və həmin uşağı atasız böyüdür. Mən azyaşlı uşağımı yatarkən azyaşlı yatmaq istəmədiyi üçün əsəbləşdim. Bir dəfə əlim ilə onun uşağın üzərindən vurdum. Uşağı vuran zaman evdə başqa heç kəs olmayıb deyə o ifadəsində göstərir. İş üzrə azyaşlı zərərçəkmiş şəxsin qanun nümayəndəsi ifadəsində göstərib ki, qızı olan onun təqsirləndirilən şəxs bu günədək 4 dəfə qeyri-rəsmi ailə qurub. Tahirənin azyaşlı qızının atası onları tərk edib. Hazırda mən, qızım Tahirə, azyaşlı nəvəm və gəlinim, oğlum ilə bir evdə yaşayırıq. Tahirə hər gün saat 5-ə işləmiş evdən işə gedir. İşdən qaydanda da yuxusuz qaldığı üçün uşağı saxlaması üçün çətin olur. Bu səbəbdən azyaşlı uşağın yatmağa qoymadığı üçün uşağı vurub deyə o ifadəsində göstərir. Məhkəmədə məlum olub ki, zərərçəkmiş şəxsin qanun nümayəndəsi təqsirlənən şəxs ilə barışıb. Bu səbəbdən də təqsirlənən şəxsin bağışlanması istənilir.
Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə təqsirlənmiş şəxs cinayət məsuliyyətindən azad edilib, onun barəsində olan cinayət təqibinə və hazırki cinayət işi üzrə icraata xitam verilib. Gədəbəy rayonunda 42 yaşlı kişi əmsi qızına xəsarət yetirib. Hadisə ötən ilin iyunun 27-sində rayonun kəndlərindən birində baş verib. 1984-cü il təvəllüdü etibar həmin gün saat 18 radələrində əmsi qızı Sevda ilə mübahisə edib. Mübahisə zamanı o əmsi qızına xəsarət yetirib. İş üzrə ifadə verən Etibar törətdiyi əməli etiraf edib və özünü təqsirli bilib. O ifadəsində göstərib ki, Gədəbəy rayonunun kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş Sevda həmkəndlim və əmim qızıdır. İyulun 27-sində saat 18 radələrində oğlum Musa ilə birlikdə qardaşımın evindən çıxdım və evimizə doğru getdiyim vaxt Sevdanın evinin qarşısından keçdim. Bu zaman Sevda məni qadın adı ilə çağırdı. Aramızda buna görə sözlə mübahisə yarandı. Sevdaya məni qadın adı ilə çağırmamasını bildirdim. O məni söyüb təhqir etdi. Sevdaya söyməməsini desəm də, o söyməkdə davam etdi. Əsəbləşərək Sevdaya bir neçə yumruq zərbəsi vurdum. Daha sonra isə yerdən ağac parçası götürərək bir neçə dəfə ağacla vurdum deyə o ifadəsində göstərib. Gədəbəy rayon məhkəməsinin hökmü ilə Etibar aylıq qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.